Təəssüflə qeyd etmək lazımdır ki, Avropa Şurası Parlament Assambleyası nümunəsində bəzi institusional qurumların və siyasi güc mərkəzlərinin Azərbaycana qarşı olan qərəzli yanaşmalarının və qeyri-konstruktiv mövqeyinin davamını biz müşahidə edirik. Xüsusilə də 24 iyun tarixində Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan növbəti bir kağız parçasının sətirlərinə nəzər yetirəndə aydın şəkildə müşahidə etmək mümkündür ki, bu sənəd adlandırdıqları qətnamə ya da bəyanat hər hansısa bir formada qərəz, eyni zamanda qeyri-konstruktiv yanaşmalar və ədalətsiz mövqeyini aydın ifadəsidir və Azərbaycanın yüksələn güc olaraq həm regional münasibətlər sistemində, həm də beynəlxalq münasibətlər sistemində təsir mexanizmlərinin artırılması, həmçinin yeni yaranmış reallıqlar fonunda Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi, qətiyyətlə bütün təzyiq və təsir mexanizmlərlə mübarizə aparmaq potensialının aydın şəkildə ifadə olunması müəyyən siyasi dairələri hələ də narahat edən əsas məqamlardan biridir və onlar düşünürlər ki, müəyyən platformalar çərçivəsində belə kağız parçalarının qəbul olunması yolunda hər hansısa bir formada Azərbaycana təsir gücünə sahib ola bilərlər. Cənab Prezident aydın şəkildə hər zaman ifadə edib ki, heç bir dövlət, heç bir institusional qurum, heç bir siyasi güc mərkəzi Azərbaycanla diktədiklə danışa bilməz. Azərbaycanın milli maraqlarına, Azərbaycanın mövqeyinə zidd addımlar ata bilməz. Ona görə də bizim mövqeyimizin qətiyyətli şəkildə müdafiə olunması kimlərisə narahat edirsə və belə bir kağız parçalarının qəbul olunmasına gətirib çıxardırsa, bunun hər hansısa bir formada Azərbaycanın üzərində təsir mexanizminin olmadığını konkret şəkildə ifadə etmək mümkündür. Amma həmin qətnamədə, bəyanatda əks olunan müddialara və ya ittihamlara nəzər yetirəndə aydın şəkildə müşahidə etmək mümkündür ki, beynəlxalq hüququn selektiv əsaslarda tətbiq olunması hələ də həm Avropa məkanında, həm də qlobal sistemdə hökm sürür və belə selektiv yanaşmalar heç bir formada nə iki tərəfli, nə çox tərəfli münasibətlərə töhfə verə biləcək nəticələri özündə ehtiva edə bilməz. Ümumiyyətlə müzakirələr, qəbul olunma prosesinə nəzər yetirəndə Azərbaycana qarşı formalaşmış müəyyən fraksiyaların, korrupsiyalaşmış şəbəkənin belə qətnamələrin qəbul olunmasında təsir gücünə sahib olduğunu aydın şəkildə ifadə edə bilərək. Növbəti dəfə qeyd etmək lazımdır ki, hər hansısa bir formada Avropa Şurası Parlament Assambleyası çərçivəsində qəbul oluna biləcək belə bir sənədlər bizim üçün heç bir təsir gücünə sahib deyil. Sadəcə olaraq Avropa Şurası ilə Azərbaycan arasında olan münasibətlərə kölgə salmaqdan başqa heç bir təsir mexanizmlərini özündə formalaşdırmır.